Bu, Azərbaycan qadın futbolunun yüksəlişi və baş məşqçi Siyasət Əsgərovun fikirləri haqqında qısa bir icmaldır. Deməli, baş məşqçinin müsahibəsi bizə nə deyir? Göstərir ki, sahədə həyəcan verici irəliləyişlər var, komandanın beynəlxalq təcrübəsi artır, həm də bilirsiniz, cəmiyyətdə bu idmana münasibət dəyişir. Bunlar gələcək üçün çox vacib siqnallardır. Birincisi, komandanın özünə inamı artıb. Baxın, Qazaxstanda 2 qələbə qazandılar, bu əladır. Növbəti dayanacaq isə Bangladeşdir. Orada Bangladeş və Malayziya ilə oynayacaqlar. Bu, Asiya komandalarına qarşı ilk sınaq olacaq. Yəni, tamamilə yeni bir təcrübə deməkdir. İnkişaf üçün çox vacibdir, deyilmi? İkincisi, ölkə daxilində struktur güclənir. Qadın futbolu AFFA-da artıq sadəcə bir bölmə yox, tam hüquqlu bir departamentdir. Bu, daha çox imkan deməkdir. Həm də yüksək liqadakı komandaların sayı 2 qat artıb fikirləşin, 6-dan 12-yə. Bu, daha çox qız üçün peşəkar futbolda şans deməkdir. Və Sabah kimi klubların da bu işə qoşulması çox müsbət bir tendensiyadır. Və nəhayət, bəlkə də ən maraqlısı, cəmiyyətdəki dəyişiklik. Əvvəllər, yəni ailələr çox vaxt mane olurdu, amma indi inanın, valideynlər özləri qızlarını futbola gətirir. Bu, həqiqətən böyük bir fərqdir. Düzdür, bölgələrdə vəziyyət hələ biraz fərqlidir, amma milli komandanın uğurları bu müsbət av-havanı daha da gücləndirir. Bir sözlə, Azərbaycanda qadın futbolu həm meydanda, həm də cəmiyyətin düşüncəsində aydın şəkildə irəliləyir.